Qida Təhlükəsizliyi Agentliyinin dövlət nəzarəti və təqdim etdiyi eskiz layihələr əsasında Bərdə rayonunun Alpol kəndində fəaliyyət göstərən heyvan bazarında iri və xırdabuynuzlu heyvanların ticarəti təşkil edilib. Bazar ərazisində sanitar, gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb, giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb. Dezbaryer infeksiyaların yayılmasının qarşısının alınması məqsədi ilə bazarın giriş-çıxış yerlərində nəqliyyat vasitələri və piyadalar üçün nəzərdə tutulmuş və dezinfeksiya edici məhlulla doldurulmuş bölmədir. Girişdə eyni zamanda heyvanların bazar ərazisinə yalnız baytarlıq baxışından keçirildikdən sonra buraxılması mexanizmi tətbiq olunur. Nəqliyyat vasitələrindən heyvanların rahat şəkildə boşaldılmasını və yüklənməsini təmin etmək üçün rampalar quraşdırılıb. Su və yem tədarükü görülüb. Ara məsafələri saxlanılmaqla heyvanlara baxış sahələri təşkil edilib. Bazarda iri buynuzlu və xırdabuynuzlu heyvanların ayrı-ayrı sahələrdə saxlanılması və satışı təmin olunur. Çox rahatçılıq, hər şey ürəyimizdədir. Malımızı, heyvanımızı yağışırmır, bağlamağa yerimiz var. Hər şey çox razıyıq. Yəni superdir, qəşəngdir. Yəni rahatçılıqdır. Yəni belə bir şey heç arada yoxdur. Yəni ləyaqlı düzəldir. Satışdan sonra heyvanların nəqliyyat vasitəsilə daşınması zamanı baytarlıq arayışı və ya şəhadətnaməsinin verilməsi təmin olunur. Bazar yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri aparılacaq. Bununla da xəstəlik törədən mikroorqanizmlər, kimyəvi maddələr və ya buxar vasitəsilə məhv ediləcək. Heyvan bazarlarında xidmət göstərən dayanacaqlar, istirahət meydançaları, ictimai yaşayış və digər xidmət obyektləri bazarın hasarla sərhədlənmiş əsas ərazisinin xaricində yaradılıb. Bugün hal-hazırda bazarımız fəaliyyətdədir. Agentliyin verdiyi layihəyə uyğun olaraq tamamilə iş tamamlanmışdır. Artıq biz gələcəkdə də bazarın arasını genişləndirəcəyik. Vətəndaşlar da razıdır. Bazarın fəaliyyətindən artıq biz də rahatıq. Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan digər heyvan satışı bazarlarının açılması məsələsinə də baxılacaq. Məqsəd heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınmasıdır. Heyvan sağlamlığını təmin etmədən qida təhlükəsizliyini təmin etmək mümkün deyil.